Ulu Öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli fərmanına əsasən hər il fevralın ikisi ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Azərbaycan gəncliyinə göstərilən yüksək diqqət və qayğının gənclərin cəmiyyətin və dövlətin inkişafında aparıcı qüvvə kimi dəyərləndirilməsinin bariz nümunəsidir. Fevralın ikisində Qusar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonda 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş Müzəffər Gənclik adlı tədbir keçirilib. Tədbirdə Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri David İbrahim Xəlilov, Qusar rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, qazilər və rayonun fəal gəncləri iştirak ediblər. Tədbir iştirakçıları arasında gənc müəllimlər, tələbələr, şagirdlər və müxtəlif sahələrdə uğurları ilə seçilən gənclər yer alıb. Tədbirdən əvvəl rayon rəhbərliyi, idarə və müəssisələrin rəhbərləri, qazilər, eləcə də bir qrup fəal gənc tərəfindən ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbir Qusar rayon Olimpiya İdman kompleksində davam etdirilib. Əvvəlcə 2 fevral Gənclər Gününə həsr olunmuş rayonun gənc rəssamlarının əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Ardınca Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş video çarx nümayiş etdirilib. Başa gəldiyi hər şeyə müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm. Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə rayon gənclərini səmimi qəlbdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan rayon rəhbəri bildirib ki, Azərbaycan gəncliyi dövlətin ən böyük sərvəti və gələcəyin təminatıdır. Rayon rəhbəri vurğulayıb ki, bugün ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar və əlverişli şərait yaradılıb. Qeyd olunub ki, gənclərimiz yaradılmış bu imkanlardan səmərəli istifadə etməli, daim öz üzərində çalışmalı, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməli, geniş dünya görüşünə malik, savadlı və təşəbbüskar vətəndaş kimi formalaşmalıdırlar. Tədbir səmimi diskussiya şəraitində davam etdirilib. Gənclər onları maraqlandıran məsələlər barədə fikirlərini bölüşüb, təklif və təşəbbüslərini səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı gəncləri düşündürən məsələlər ətrafında müzakirələr də aparılıb. Tədbirin sonunda müxtəlif sahələr üzrə yüksək nəticələr əldə etmiş, rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc Qusar rayon icra hakimiyyətinin və Quba-Xaçmaz regional gənclər və idman idarəsinin diplomları ilə təltif olunub. F-Production adından bütün gəncləri təbrik edir. Necə deyərlər, gələcəyimiz parlaq olsun. Nə sualınız olsa, nə təklifiniz olsa, böyük məmnuniyyətlə mən sizi qəbul edərəm. Sağ olun, var olun, hörmətli qazilərimiz sağ olun. Allah sizi bizə çox görməsin, canınız sağ olsun, var olun. Dövlətin sizə olan qayğısı və siyasətini bundan sonra da maksimum çalışacaq ki, həyata keçirək. Sağ olun, var olun. Feyruz Qayıtmazov, F-Production, Qusar.